Bir dinləyicimizdən maraqlı bir sual gəlib. Deyir ki, kartdan karta skrin edib pul atmışam və bu zaman başqa kartın nömrəsinə gedib pul səhvən. Banka müraciət etmişəm və həmən şəxs pulu geri qaytarmır. Necə eləyə bilərəm? Məbləğ 500 manatdır. Onu geri qaytarmaq üçün bir hüquqi prosedur varmı? Bəli, bu dediyimiz hal mülki məcəllə ilə tənzimlənmiş haldır. Bu əsassız varlanma sayılır. Şəxs belə bu halı müəyyənləşdirmək üçün və bu pulun qaytarılması üçün təsadüfən yolladığı şəxsiyyətini müəyyənləşdirmək üçün ilkin olaraq addımlar atmalıdır. Daha sonra həmin pulu məhkəməyə müraciət edərək həmin şəxsin əsassız varlanması halı ilə tələb edə bilər. Çünki burada bizim insanların dələduzluq və yaxud da ələ keçirilmənin talama forması yoxdur. Bu səhvən olub. Bəli. Səhvən olduqdan sonra artıq sizin şəxsdən könüllü şəkildə pulu qaytardığı hal istisna olmaqla digər bütün hallarda tələb etməniz qanunvericinin tələblərinə uyğun şəkildə olmalıdır. Bunun da qanunvericiliyimizdə müəyyənləşdirilən halı budur ki, məhkəməyə müraciət edib mülki məhkəmə icraatı qaydasında əsassız varlanma əsası ilə o pulu tələb edə bilər.